Salam əziz tələbələr, mən Xuraman müəllimə. Sizə bugün 11 yanvar tarixində magistratura üzrə keçirilən quizdə informatika fənni üzrə sualları izah eləyəcəm. Başlayaq elə birinci sualdan. İlk sualımız Word-la bağlıdır. Əvvəla onu deyim ki, ola bilər ki, məndəki sualın nömrələnməsi sizdə olan testdəki sual nömrəsi ilə biraz fərqli olar, amma sualların ardıcıllığı, variantlarda və s. hər hansı bir fərq yoxdur. Birinci sual Word-la bağlıdır və belə bir sualdır ki, sənədin redaksiyası yeni daxil edilən simvolların kursordan sağdakı simvolları əvəz etməsi ilə nəticələnərsə, aşağıdakılardan hansı ilə bu rejimdən çıxmaq olar? Yoldaşlar, sualın məntiqi budur ki, siz bir simvol daxil edirsiniz və kursordan sağda dayanan simvol silinir. Yəni, yeni daxil etdiyiniz simvol, daha doğrusu kursordan sağdakı simvol, yeni daxil etdiyiniz simvolla əvəzlənir. Birinci baxıram A variantına. A variantında elə cümləmiz başlayır delete düyməsi ilə. Siz bilirsiniz ki, delete sadəcə olaraq kursordan sağdakı simvolu silmək üçün və yaxud da, yəni sadəcə sağdakı simvolu silmək üçün və yaxud da seçdiyiniz fraqmenti, obyekti silmək üçündür. Təbii ki, burada cavabım A variantı olmayacaq. B variantında yazıb ki, Ctrl-Z düymə kombinasiyasından istifadə etməklə. Bilirsiniz ki, Ctrl-Z düyməsi həm Windows mühitində, həm OS proqramlarında icra edilən sonuncu əməliyyatı ləğv etmək üçündür. Yəni, undo əmridir. Onun qısa yoludur daha doğrusu. Ctrl-Z ən sonuncu əməliyyatı ləğv edir. Bunun isə məsələ ilə heç bir əlaqəsi yoxdur. C variantında backspace əmrindən bəhs edir. Heç cümlənin qalan hissəsini oxumuram. Backspace düyməsində yoldaşlar, bilirəm ki, backspace kursordan soldakı simvolu silmək üçündür. Ona görə doğru cavabım C də ola bilməz. D variantını biraz əvvəl delete-i izah etmişdik. Elə o səbəbdən atıram, heç cümlənin qalan hissəsini oxumuram. Əlbəttə ki, səhvdir. Nəhayət gəlirəm Y variantına. Insert düyməsini basmaq və ya vəziyyət sətrindəki overtype rejimini deaktiv etməklə. Bəli, cavabımız tamamilə doğrudur. Siz klaviaturadakı insert düyməsindən istifadə etməklə və yaxud da vəziyyət sətrindəki overtype, yəni əvəz etmə rejimini deaktiv etməklə bu rejimi ləğv edə bilərsiniz. Gəlin buna əyani formada baxaq. Birinci yoldaşlar, sizin üçün Word açıram. Proqram üzərindən birbaşa olaraq belə bir fayl yaratdığıma görə proqram faylın harada yerləşəcəyini, eləcə də adını təyin etmədiyim üçün proqramda ona müvəqqəti olaraq bir dokument bir adı verilir. Gəlin, burada bir mətn fraqmenti yazaq. Məsələn, yazıram informatika və kursoru yerləşdirirəm R ilə M simvolları arasında. Gəlirəm vəziyyət sətrindəki overtype rejimini aktivləşdirirəm. Klaviaturadan bir simvol daxil edirəm. Görürsünüz ki, M hərfi silindi. Bir simvol daxil edirəm. Kursordan sağda A dayanmışdı, silindi. Bir simvol daxil edirəm. Yenə kursordan sağda dayanan T simvolu silinir və s. Bu, əvəz etmə, daxil etmə rejimidir. Deaktiv etmək üçün overtype düyməsini klikləməyim kifayət. Keçirəm növbəti sualımıza. Növbəti sualımız bircə saniyə. Baxıram növbəti suala. Növbəti sualımızda təsvirin fiziki ölçüsü, faylın həcmi və təsvirin aid etməsini uyğunlaşdırmağımızı istəyir vahid olaraq. Yoldaşlar, təsvirin fiziki ölçüsü deyəndə biz ümumiyyətlə bunu müxtəlif ölçülərlə verə bilərik. Santimetrlə də verə bilərəm. Məsələn, adi formada hər hansı bir təsvirdən bəhs eləyəndə 3-ün 4-ə şəkillərdən istifadə edirik ya da başqa ölçülü şəkillərdən istifadə edirik. Yəni, santimetrlə ifadə edə bilərəm və bilirəm ki, bir düyüm 2,54 santimetrdir. Düyüm yazmaz, inç yazar, fərq eləmir. 2,54 santimetr olduğu üçün elə onunla da ifadə edə bilərəm. Ona görə bir uyğun olacaq A və C-yə. Faylın həcmini bit, byte, kilobyte, megabyte, gigabyte və s. vahidlərdən istifadə edirəm. Burada onlar içərisindən byte-ı verib, ona görə 2 aid olacaq, daha doğrusu B aid olacaq 2-yə. Üçüncüdə isə təsvir aid etməsindən danışır. Siz bilirsiniz ki, biz 3 növ ayırt etmə öyrənmişik. Birincisi, ekran təsvirinin aid etməsi. Bu, pixel per inch, yəni PPI şəklində yazılır. Orijinal təsvirin ayırt etməsi DPI, yəni dot per inch şəklində. Printer ayırt etməsi isə PPI şəklində qeyd olunur. Burada isə sadəcə olaraq mənə deyir ki, təsvir ayırt etməsi, orijinal, ekran və s. olduğu bildirilmədiyi üçün həm DPI, həm də PPI-ı istifadə edə biləcəm burada. Burada da B olacaq. B-Y. Bu arada bayaq mən D yazmaq istəyirdim. Burada səhvən B yazmışam. Bunu D edirəm. Deməli olacaq 1 AC, 2D, 3 BY. Buna uyğun gələn cavabımız isə C variantıdır.
Baxıram növbəti sualımıza. 28-ci sualda deyir ki, Word-la bağlı bir sualdır. Seçilən mətn fraqmentinə kölgə effekti vermək üçün hansı düymədən istifadə olunur? Birinci əmr, Word-də də göstərəcəm bunlara, yəni formada. Sadəcə deyim burada birinci. Birinci əmr şrift ölçüsünü böyütmək üçündür. Bilirsiniz ki, standart halda Word-də şrift ölçüsü 872, minimum, maksimum isə 1638 punkt ya da point arasında dəyişir. Deməli, A cavabım mənim cavabım deyil. Gəlirəm D variantına. D variantı highlight əmridir. Bilirsiniz ki, Word-də bizə 15 rəng rejimi verilir highlight üçün. Və xatırlatma eləmək istəyirəm ki, clear format əmri, yəni formatı sil, təmizlə əmri, highlight əmrini ləğv etmir. Cavabımız D də deyil. C variantı ilə haqqında danışdığımız clear format əmridir, yəni formatı ləğv etmək. C variantı isə yazının, şriftin, yəni məlumatın rəngini dəyişmək üçündür. Burada doğru cavabımız B variantıdır. Gəlin Word-də baxaq buna sizlə. Deməli, orada belə bir əmrimiz var idi. Şriftin ölçüsünü dəyişdirmək. Increase əmrindən istifadə edərək şriftin ölçüsünü artıra bilərəm. Yanında gördüyünüz decrease əmrindən istifadə edərək isə şriftin ölçüsünü kiçildə bilərəm. Bu bizim highlight əmrimizdir. 15 rəngdən ibarətdir. Haqqında danışdıq. Yazının, şriftin rəngini dəyişdirmək üçün, fontun rəngini dəyişdirmək üçün bu əmrdən istifadə edirəm. Kölgə effekti vermək üçün isə söhbət gedən əmrdən istifadə edə bilərsiniz. Gəlirəm növbəti sualımıza. Növbəti sualımız 29-cu sualdır. Arxivləşdirmə proqramlarına aid olmayanlar istəyir. Yəni, seçmə tipli bir sualımızdır. Bilirik ki, arxivləşdirmə proqramları sistem proqram təminatında servis hissəsində işləyir. Yerləşir daha doğrusu. Zip, RAR, ARCH, AC. Bu tipli ad genişlənmələrinə tar, job və s. malikdir. WinRAR, WinZip, PowerArchive, 7zip, bu tipli proqramlar isə arxivləşdirmə proqramlarıdır. Elə adından məlum olur ki, zip varsa bu arxivləşdirmədir. Tez birləri atıram. Biraz əvvəl mən sizə arc yazmışdım burada, xatırlayırsınızsa. Arxiv faylının tipini yazmışdım. Təbii ki, bu da bizim arxiv proqramımızdır. Üçü də atmalıyam. Cavabımız əslində çox, amma digər variantlara baxıram. PowerArchive elə adından məlumdur ki, arxiv proqramıdır. Sildik 1-i, sildik 3-ü, sildik 6-nı. Qaldı 2, 4, 5, 7. Sizə qəbulda həm bu şəkildə arxiv proqramlarının adını istəyər və yaxud da arxiv proqramlarının ad genişlənməsini, yəni tipini də istəyə bilər. Gəlirəm 30-cu sualla. 30-cu sualda bizdən soruşur ki, fərdi kompüterlər hansı nəsil kompüterlər nümayəndələridir? Ümumiyyətlə, fərdi kompüterlər yarandı 4-cü nəsildə. Artıq biz 4-cü nəslin əsas xüsusiyyətlərini ifadə etdik ki, fərdi kompüterlər yarandı. Ona görə burada çox sadə cavabımız olacaq D variantı. Gəlirəm 31-ci suala. Yoldaşlar, 31-ci sualda elektron poçt ünvanının düzgün yazılışını istəyir. Bilirik ki, elektron poçt ünvanları iki hissədən ibarətdir. İstifadəçiyə qədər olan hissə və serverin adını göstərən hissə. Məsələn, mən yazıram ki, tutaq ki, informatika, qısa yazacağım. @ məsələn, gmail.com. Burada yoldaşlar, @ qədər olan hissə istifadəçi adıdır, təkrarlana bilməz bir serverdə. Sağdakı hissə isə serverin adını müəyyənləşdirir. Burada belə bir strukturumuz olmalıdır. Görürsünüz, A variantında belə bir struktur yoxdur. Bak yazılıb sadəcə olaraq. Gmail adı mövcud deyil. Belə bir Gmail adı mövcud deyil. Yəni, Gmail deyəndə artıq bu vərdişdir. Elektron poçt ünvanı mümkün deyil, mövcud deyil. Bir variantda baxıram ki, @ əvvəlki istifadəçi adı yoxdur. Avtomatik olaraq silirəm. C variantında ümumiyyətlə @ istifadə etməyib. Keçirim D və Y variantlarına. Baxıram D variantına. D variantında da @ istifadə olunmayıb. Avtomatik olaraq bu da səhvdir. Y variantında isə heç bir problem yoxdur. Burada istifadə olunub istifadəçi adı və sağ tərəfdə isə serverin adı normal formada yazılıb. Birinci xatırlatma eləmək istəyirəm ki, biz adətən mail adı yazarkən hərflərdən, rəqəmlərdən, altdan xətt, nöqtə tipli simvollardan istifadə edirik. Mail adında böyük və kiçik hərfin heç bir önəmi yoxdur. Əlbəttə ki, şifrə üçün eyni məlumat keçərli deyil. Burada doğru cavabımızı işarələmədim. Doğru cavabımız olacaq Y variantı.
Gəlirəm 32-ci suala. Şəbəkə ilə bağlı bir sualımızdır. OSI-nin hansı səviyyəsi ötürülən informasiyanın sintaksisini təsvir edir? Ümumiyyətlə, OSI-nin 7 səviyyəsi var, bilirsiniz. Ən aşağı səviyyə fiziki səviyyədir, ən yuxarı səviyyəsi tətbiqi səviyyədir. Sintaksis sözü gördüksə hər zaman götürəci nümayiş səviyyəsi. Nümayiş səviyyəsi yerinə, yəni bu söz yerinə bəzən təqdim etmə səviyyəsi də deyə bilər. Burada da heç bir problem yoxdur. Və mən səhv xatırlamıramsa bu sual qəbulda 2 dəfə istifadə olunan bir test tapşırığıdır. Ona görə mütləq nəzərinizdə olsun. Gəlirəm 33-cü suala. Əslində 33-cü sual tip olaraq və sual belə deyək də növü olaraq çətin bir sual deyil. Sadəcə olaraq burada tələbələri çaşdıracaq bəzi məqamlar var. Birinci baxıram sualın şərtinə. BIOS açılışı bu şəkildədir. Basic Input Output System, yəni giriş-çıxışın əsas baza sistemi. Onun tərifini istəyir bizdən. Görürsünüz 3 nöqtə qoyur. A variantında deyir ki, əməliyyat daşının imkanlarını artırır, əməliyyat sistemini tamamlayır, tətbiqi proqramların işləməsi üçün mühit yaradır. Təbii ki, bu cavabımız səhvdir. A variantını atıram. Ümumiyyətlə, BIOS-un funksiyası nədir? BIOS giriş-çıxışın baz elementidir. Yəni, daimi yaddaşda yerləşir. Harada yerləşmiş olacaq? ROM-da. Bizim qurğularımızı, belə deyək, kompüter elektrik cərəyanına qoşduğumuz zaman qurğuları diaqnostik qiymətləndirən test edən proqram olaraq qəbul edirik, sistem olaraq qəbul edirik və birinci BIOS yüklənir, sonra isə əməliyyat sistemi, onun vasitəsilə artıq əməliyyat sistemi açılır, yüklənir. Ona görə variantı doğru cavab deyil. B variantında deyir ki, konfiqurasiya və sazlanma, tarix və vaxt tipli məlumatları yadda saxlayır. Burada əsasən istifadə olunur KMOS yaddaşdan. Cavabımız B də deyil. Konfiqurasiyanı uzun müddət yadda saxlayır. Bu hissəsi KMOS-a aiddir. Resursların diaqnostikasını təmin etmək. Bu hissəsi BIOS-a aid ola bilər. Tam doğru cavab deyil. C-ni atıram. Kompüterin resurslarını idarə edir. Yoldaşlar, resursları idarə edən proqram əməliyyat sistemidir. Tətbiqi proqramların işini idarə etmək, onların işləməsi üçün mühit yaratmaq, periferik qurğuları kompüterlə əlaqələndirmək, bunların hamısı əməliyyat sisteminin funksiyasıdır. D-ni atıram. Kompüterin müxtəlif qurğularının bilavasitə idarə edilməsi, onların kompüterin işə salınması zamanı testlənməsi, əməliyyat sisteminin ilkin yüklənməsini həyata keçirir. Bəli, 33-də Y variantı tamamilə doğrudur. Gəlirəm növbəti sualımıza, bu hissəni təmizləyək. Gəlirəm növbəti sualımıza. Növbəti sualda deyir ki, aşağıdakı Windows 11-ə aid bir sualdır. Deyir ki, aşağıdakı əməllər ardıcıllığı File Explorer-də yerinə yetirilib və məndən soruşur ki, bu ardıcıllığı yerinə yetirəndən sonra yaradılan qovluqların ardıcıllığı hansı formada olacaq, yəni hansı şəkildə olacaq? Gəlin baxaq, deyir ki, A1 qovluğunu yaradın. Deməli, A1 qovluğa, hər hansı bir X qovluğunun içində A1 qovluğu yaranacaq. Sonra deyək ki, A2 qovluğunu yaradın. Yəni, hər hansı bir qovluğun içində, daxil olduğum X qovluğunun içində ikinci bir qovluq yaranacaq. Yəni, A2. Sonra da B2 qovluğunu yaradın. Görürsünüz, bu qovluqlar bir-birindən asılı deyil. A1-i yaratmışam, A2-ni yaratmışam, B2-ni yaratmışam. Biri digərinin daxilində deyil, biri digərindən asılı deyil. Hər biri paralel, bərabər hüquqlu qovluqlardır. Daha sonra deyir ki, A1 qovluğunu açın. Yəni, bu qovluğu açıram və onun içində və onu açandan sonra yaratdığım qovluq harada yerləşmiş olacaq? Avtomatik olaraq A1-in içində. Deməli, A1-in içində B1 yerləşməlidir, A2, B2 isə eyni səviyyəli qovluqlardır. Deməli, yoldaşlar, burada A1, A2, B2 eyni səviyyəlidir. Amma fikir verirsinizsə, niyə B variantından başladım? Çünki düzgün cavab A variantı idi. Ona görə hələ ki onu saxlayıb B, C, D, Y-nin niyə səhv olduğuna baxıram. A1, A2, B2 bəli, bərabər hüquqludur. Bura qədər hər şey aydındır. Amma burada görürsünüz ki, B1 qovluğun nəyin daxilindədir? A2-nin. Amma B1-i nəyin içində yaradıb? A1-in içində. Deməli, cavabım B ola bilməz. Baxıram C variantına. C variantında burada 2 dənə B2 adlı bir qovluq var. Həm A1-dən sonra yaradılan bir qovluqdur. Həm də B2-nin içində yaradılan bir qovluqdur. Avtomatik olaraq səhvdir. A2, B2, A1, A2, B2 qovluqları bərabər hüquqlu olmalı idi. Burada B2, A2-nin daxilində yazılıb. Səhvdir. A1 qovluğu, burada da yenə B2, A1-in içində yaradılan bir qovluq kimi görsənir. Avtomatik olaraq bu da səhvdir. Doğru cavabımız həqiqətən budur. A1 qovluğu yaranıb, sonra A2 qovluğu yaranıb, sonra da B2 qovluğu yaranıb. Sonra gəlir A1 qovluğunu açır və içində yaradır B1-i. Həqiqətən A variantında hər hansı bir problem yoxdur. Baxıram 35-ci suala.
Verilənlər bazasında sorğu nəyə imkan verən obyektdir? Bunu tapmalıyıq. Ümumiyyətlə, verilənlər bazasında Access-də bizim belə deyək də, əsas bizim obyektlərimiz var. Obyektlərdən birincisi table-dır, yəni cədvəl. İkincisi sorğudur, yəni query. Üçüncü report, yəni hesabat. Dördüncü modul, elə modul olaraq da tərcümə olunur. Makroslar, page və form. Deməli, yoldaşlar, bizim bu obyektlərimiz var. Obyektlər haqqında əsas təriflər bunlardır. Table bazanın əsas obyektidir. Paralel olaraq məlumatı özündə saxlayan obyektdir. Query sorğu deməkdir. Məsələn, mənim bir verilənlər bazam varsa, mən istəyirəm ki, ixtisası informatika olanları götürüm. Mən istəyirəm ki, 2025-ci ildə məzun olan tələbələri götürüm. Mən istəyirəm adı Aytın olan tələbələri tapım və s. Query sorğudur. Müəyyən şərtə, müəyyən meyarı ödəyən məlumatları bazadan götürməyə bizə xidmət edir. Report hesabatdır. Yekun nəticəni əldə etmək üçün istifadə edirik. Report redakt edilmir. Report çap edilməsi üçün nəzərdə tutulan bir obyektdir. Modul Visual Basic dilində müəyyən proqram əlavəsi, mürəkkəb proqramlar yaratmaq üçün istifadə olunur. Makroslar əməliyyatları avtomatlaşdırmaq və yaxud da qruplaşdırmaq üçün, page bazanı internetlə əlaqələndirmək üçün, form isə məlumat daxil etmək, yeni bir məlumat daxil etmək, daxil edilən məlumata baxış üçün nəzərdə tutulan bir obyektdir. Deməli, sorğu, yəni query, lazımi verilənləri əldə etmək üçün istifadə olunan obyektdir. Elə cavabımız olur A variantı. Gəlirəm növbəti suala. Növbəti sual algoritmlə bağlı bir sualdır. Kəsə bilsəm, yəni proqramım sürətli yüklənsə, bəzən problem olur. Aha, əla. Gəlin buna baxaq. Bunu sizə birinci rahat formada izah edəcəm. Yəni, ən belə deyək də, tutaq ki, imtahanda bu sual sizə düşüb, şərti birbaşa olaraq tətbiq edə bilmirsinizsə, sizə verilən variantlardan yola çıxa bilərsiniz. Variantları yerinə qoyaraq siz doğru cavabı tapa bilərsiniz. Birinci bu üsuldan danışacağım sizə. Deməli, yoldaşlar, ümumiyyətlə deyim, son illərdə ancaq şablon biliklərdən istifadə etmir, həm də algoritm strukturunda və yaxud da digər test tiplərində artıq sizi düşünməyə vadar edən testlərdən də istifadə edir. Ona görə bu sualda o tipli bir suallara nümunədir. A və B ədədlər, A və B tam ədədləri üçün AB aralığındakı tam ədədləri çap edən bir algoritm qurulub və bu algoritmin düzgün işləməsi üçün burada hansı şərt verilməlidir? Bilirsiniz ki, ümumiyyətlə bu dövrü strukturlu algoritmdir. Burada düzü düşməsə də, burada yəni ox qeyd olunmayıb, amma hər dəfə şərti görə biz geri qayıdıb müəyyən bir əməliyyat yerinə getiririk. Baxaq. Deməli, yoldaşlar, misal olaraq belə bir nümunə yazılıb ki, məsələn, 2-5 parçasından söhbət gedir. Burada A-B parçası 2-5 parçasına uyğun gəldiyi üçün bir növ A-nın başlanğıc qiyməti 2-dir, B-nin qiyməti isə 5-dir. Və biz elə bir algoritm təyin etməliyik ki, orada 2, 3, 4, 5 qiymətləri çap olunsun. Bunun üçün də burada yazılacaq şərti müəyyənləşdirməyə lazımdır. Yoldaşlar, əvvəla sizə qeyd eləmək istəyirəm ki, biz hər zaman şərti rombu daxilində yazırıq, bilirsiniz. Və biz indi bu şərtlərdən hansı yazılsa bu ədədlər çap olunur, buna baxacaq. Birinci izah eləmək istəyirəm ki, burada 2 dənə çap bloku var. Bu gördüyünüz blok çap blokudur. Bu gördüyünüz blok da çap blokudur. Deməli, biz çıxışa gedəndə mütləq sonda bir dəfə çap icra eləyəcək. Ondan əvvəl isə hər dəfə yox dediyimiz zaman burada çap işini həyata keçirdəcək. Deməli, yoldaşlar, burada A-nın ən sonuncu qiyməti çap olunacağı üçün A-nın sonuncu qiyməti harada çap olunacaq? Burada. Deməli, A-nın 2, 3, 4 qiymətləri isə hər dəfə yox deyəndə çap olunmalıdır. Baxıram indi mən sizlə birinci A variantına. Yoldaşlar, A böyüdür B şərtini tətbiq edirəm. Məsələn, təsəvvür edirəm ki, burada yazılıb A böyüdür B. Başlayıram algoritmi icra etməyə. Algoritm başladır. A və B-ni daxil elədim və gəlib şərt yoxlayıram ki, A B-dən böyükdürmü? Yoldaşlar, A-nın başlanğıc qiymətini 2 təyin eləmişdik. Çünki özü mənə misal olaraq deyir ki, parça budur. Deməli, A-nın qiyməti 2-dir, B-nin qiyməti 5-dir. Deyirəm ki, 2 5-dən böyükdürmü? Şərtim əlbəttə ki, olur. Yox. Yox dediyim üçün gəlirəm sol tərəfə A-nın qiymətini çap edirəm. Deməli, A-nın qiyməti 2 olduğu üçün buradakı qiyməti çap edildi. Oxla düşürəm aşağı. A-nın qiymətini 1 vahid artırıram. Yəni, A-nın qiyməti hal-hazırda olacaq 3. Qiymət artırandan sonra oxla gəlirəm yenidən şərt yoxlamağa. Görürsünüz, B-nin qiymətində heç bir dəyişiklik yoxdur.
Bu dəfə şərt yoxlayıram ki, 3 5-dən böyük bərabərdirmi? Yenə də deyirəm ki, yox. Yox dediyim üçün gəlirəm. Hər dəfə bura gələndə A-nın qiymətini çap edirəm. Deməli, A-nın qiymətini çap etdim. Düşürəm aşağı. A-nın qiymətini bir vahid artırıram. A olur 4. Gəlirəm yenidən bu şərt yoxlayıram ki, 4 5-dən böyük bərabərdirmi? Yenə də deyirəm ki, yox. Yox dediyim üçün gəlirəm. Yenə də çap blokunda A-nın qiymətini çap edirəm. A hal-hazırda 4-dür. Düşürəm aşağı A-nın qiymətini bir vahid artırıram. Yəni olur 5. Artıq bu qiymət yoxdur. Geri qayıdıram. Belə bir şərt yoxlayıram ki, A B-dən böyükdürmü? Bu dəfə şərtim budur. 5 5-dən böyük bərabərdirmi? Yoldaşlar, 5 5-dən böyük olmasa da 5 5-ə bərabərdir. Və siz bilirsiniz ki, böyük bərabərdir, kiçik bərabərdir müqayisə operatorundan istifadə olunubsa, bərabərlik ya da böyüklük, bərabərlik və ya kiçiklik şərti ödənirsə, ikisindən biri ödənirsə bizim üçün kifayətdir. Çünki zaten bu iki şərtin eyni zamanda ödənməsi riyazi olaraq mümkün deyil. Burada nəhayət deyirəm ki, hə. Hə dediyim üçün yoldaşlar, gəlirəm sağ tərəfə. A-nın qiyməti neçə idi? 5. Burada da A-nın 5 qiymətini çap edirəm. Oradan da artıq alqoritm yekunlaşır. Deməli, 2, 3, 4, 5 qiymətləri çap olundu. Cavabımız həqiqətən A variantı imiş. Amma cavabımızın niyə məsəl üçün səhv variantlardan birini göstərmək istəyirəm ki, niyə məsələn B variantı səhvdir? Yoldaşlar, əgər burada A böyük bərabərdir yox, A böyükdür B olsaydı, mən gəlib sonda bu şərti yoxlayanda deyəcəkdim ki, 5 5-dən böyükdürmü? Burada hə yox cavabım olacaqdı yox. Yox dediyim üçün gələcəkdim bura, 5 qiymətini burada çap edəcəkdim. Sonra aşağı düşüb A-nın qiymətini bir vahid artıracaqdım, olacaqdı 6. Gəlib şərt yoxlayanda deyəcəkdim ki, 6 5-dən böyükdürmü? Burada deyəcəm hə və çapa gedəndə A-nın 6 qiymətində çap eləyəcəkdim. Amma məndən 5-ə qədər qiymətin çap olunmasını istədiyi üçün B variantı həqiqətən 100% də səhvdir. Eyni şəkildə digər variantlarında yanlış olduğunu yoxlaya bilərik. Məsələn, bir variantı da baxıram. Deyirəm ki, A B-dən kiçikdir. Yoldaşlar, A 2-dir, B də 5-dir. 2 5-dən kiçikdir. Bəli, əlbəttə ki, elə birbaşa hə deyib gedirəm çıxışa. Sadəcə A-nın 2 qiymətini çap edirəm. Ona görə təbii ki, C variantı da səhvdir. D variantı da elə bu məntiqdən avtomatik olaraq səhvdir. Burada da deyirəm ki, A B-dən fərqlidir. Yoldaşlar, A 2-dir, B 5-dir. 2 5-dən fərqlidir. Bəli, yenə də hə deyirəm, gedirəm çıxışa. Cavabım həqiqətən olur A variantı. Ümid edirəm ki, aydın oldu. Əslində çətin tipli bir sual deyil. Amma yenə də. Baxıram yoldaşlar 37-ci suala. 37-ci sualda mənə deyir ki, sənədə Yunan əlifbasının hərflərini və yaxud da digər xüsusi işarələri yerləşdirmək üçün hansı ardıcıllıqdan istifadə edilir? Ümumiyyətlə, istər Yunan əlifbası, istər başqa bir əlifbadan söhbət gedər və yaxud da belə deyək, X bir əlifbanın adını çəkər, klaviaturada olan və olmayan, eləcə də müxtəlif əlifbaların simvollarını daxil etmək üçün biz sizlə istifadə edəcəyik insert əmrindən. Əmrimiz yerləşir insertdə, simvol qrupunun içərisində. Yoldaşlar, bu bütün ofis proqramları üçün keçərlidir. Əyani olaraq bunu sizə göstərim. Gəlirsiniz insert tabına. Ən sonuncu əmrimizdir. Bircə saniyə. Burada belə bir qrupumuz var. Simvol qrupu, riyazi düsturlar və simvollar daxil etmək üçün bu menüdən istifadə edirik. Gəlirəm 38-ci suala. Hansı piktoqram daha doğrusu libraries qovluğunu əks etdirir? Yoldaşlar, birinci qovluğumuz şəbəkə qovluğudur və siz bilirsiniz ki, şəbəkə burada Windows 10 yazılsa da narahat olmayın, Windows 11-də də eynidir, dəyişiklik yoxdur bundan bağlı. Şəbəkə qovluğu bilirsiniz ki, xidməti qovluqların bir növüdür. Arxiv qovluğudur, şəbəkə kimi xidməti qovluqların bir növüdür. Libraries, bəli, doğru cavabımız C variantıdır. Libraries sistem qovluğudur. İş masasında yerləşməyən sistem qovluğumuzdur. D variantında picture qovluğunu görürsünüz. Y variantı isə userdir. Doğru cavabımız həqiqətən C variantıdır. Gəlirəm 39-cu suala. Gəlin sizlə belə bir şey eləyək. Burada mən sizin üçün belə bir Word fayl açım. Çünki burada cədvəlimiz bir hissədədir. Sorğumuz isə digər səhifədədir, PDF formatdadır deyə. Onu hal-hazırda birləşdirməyim uzun olacaq. Ona görə biz elə sizlə Word versiyasının üzərindən davam eləyək. Mən Word versiyanı harada save etdiyimi unutmuşam. Bir saniyə.
Hı -hı. Aha, gəlin buradan baxaq. Bizim üçün fərqi yoxdur. Bu sualı atım digər səhifəyə. Hı -hı. Buradan kəsib götürək, rahat formada baxaq. Bayaq sizdən akseslə bağlı bir sualla qarşılaşmışdıq. Obyektin, query obyektinin, yəni sorğu obyektinin tərifi soruşulurdu bizdə. İndi baxıram belə bir suala yoldaşlar. Bir sizin üçün miqyası artırım. Deməli, bu bizim üçün belə deyək, bizə təqdim olunan bir sorğudur. Deyir ki, aşağıdakı verilənlər bazası cədvəlindən bir fraqment verilib. Bu fraqmentə əsasən hansı yazılar bu sorğuya cavab verir? Yazı deyəndə sətr nəzərdə tutulur, bilirsiniz, sətr nömrələri, burada sətrlər, yəni yazılar nömrələrlə qeyd olunub. Gəlin baxaq. Birinci mötərizə daxilinə baxıram təbii ki. Birinci şərtim budur ki, ədəbiyyat coğrafiyadan kiçik bərabər olsun. Ədəbiyyat üstunu buradadır, coğrafiya üstunu buradadır. Bir-bir müqayisə eləyəcəm ki, ədəbiyyatı coğrafiyadan kiçik bərabər olanlar 85-59-dan kiçikdir ya da bərabərdirmi? Xeyr. 46-65-dən kiçik bərabərdirmi? Bəli. 2 doğrudur. 2-ni götürəcəm. 57-77-dən kiçik bərabərdirmi? Bəli, doğrudur, kiçikdir. 3-ü götürəcəm. 74-66-dan kiçik bərabər deyil, 36-28-dən kiçik bərabər deyil, 21-95-dən kiçik bərabərdir. Bəli, altında götürəcəm. Mötərizəni hələ ki bağlayıram. Əndə olduğu kimi yazıram. İkinci mötərizədəki şərtim isə budur. Riyaziyyat informatikadan böyükdür. Riyaziyyat buradadır, informatika buradadır. Riyaziyyat informatikadan böyük olanlar. Bunlar doğru deyil. 48-26-dan böyükdür. Bəli, bu doğrudur. 2-ni götürəcəm. 71-86-dan böyük deyil. 59-82-dən böyük deyil. 77-49-dan böyükdür. Bəli, 5-də götürəcəm. 86-64-dən böyükdür. 6-da götürəcəm. Onu yazıram olduğu kimi. Sonra digər mötərizəyə baxıram. Daha doğrusu digər şərtə baxıram. Deyir ki, ədəbiyyat kiçikdir riyaziyyat. Qarşısında bir not var. Bilirsiniz ki, not şərti tərsinə çevirir. Yəni, ədəbiyyat riyaziyyatdan kiçikdir. Qarşıda not varsa, deməli, ədəbiyyat riyaziyyatdan böyük bərabər olanları götürəcəm. Ədəbiyyat buradadır. Riyaziyyatı burada. Ədəbiyyat riyaziyyatdan böyük bərabər olanlar 1-dir. 46 ilə 48-i müqayisə eləsəm şərt ödənmir. 57 ilə 71-i müqayisə etsəm ödənmir. 74 ilə 59-u müqayisə etsəm ödənir. Bəli, 4-ü də götürəcəm. 36 ilə 77 ödəmir. 21-86 ödəmir. Deməli, yoldaşlar, bu şəkildə bir ifadə alıram ki, 2, 3, 6 and 2, 5, 6 or 1, 4. And loru dildə izah eləsəm, bizim orta mətildə bildiyimiz kəsişmədir. Yəni, çoxluqlarda ortaq elementlər, yəni həm solda, həm də sağda duran elementlərdən eyni olanları, ortaq olanları götürəcəksiniz. Or isə bizim bildiyimiz birləşmədir. Solda və sağdakı elementlərin hamısını bir yerə yazacağım. Əvvəlcə sırayla gedirəm, əndi tapmalıyam. 2, 3, 6 ilə 2, 5, 6-nın ortaq olanları 2-dir, 3 ortaq deyil, 5 ortaq deyil, bir də 6-dır. Yəni, 2, 6. Oru da olduğu kimi yazıram, 1, 4. Or nə idi? Birləşmə. Hamısını bir yerdə yazsam, olacaq 1, 2, 4, 6. Cavabım olur C variantı. Notla bağlı bir kənara çıxma eləmək istəyirəm. Deyə bilərsiniz ki, müəllimə, mən şərti, notu birbaşa şərti tətbiq eləyə bilmirəm. O halda bunu necə yaza bilərsiniz? Notu olduğu kimi saxlayırsınız. Deyirəm ki, ədəbiyyatı riyaziyyatdan kiçik olanlar, ədəbiyyat buradadır, riyaziyyat buradadır. Ədəbiyyatı riyaziyyatdan kiçik olanlar 2-dir, 3-dür. Sonra 5-dir, bir də 6-dır. İndi aldım ki, not 2, 3, 5, 6. Bu nə deməkdir? 2, 3, 5, 6-dan fərqli olanlar. Onda yerdə bunlardan fərqli olanlardan nə qaldı? 1, bir də 4. Həqiqətən eyni cavabı aldıq. Sizə indi hansı üsul rahatdırsa, o üsuldan istifadə edə bilərsiniz. Baxıram növbəti suala. Növbəti sual gəlin PDF-dən davam eləyək artıq. Baxıram növbəti suala. Növbəti sual 40-cı sual. Belə bir sualdır. Deyir ki, istifadəçi bu qovluqda işləyirdi. Söhbət hansı qovluqdan gedir? Təbii ki, ən axırıncı olan qovluqdan. Yəni, laboratoriya işləri qovluğunda. Sonra o qovluqlar ağacında bir səviyyə yuxarı qalxdı. Yəni, bu qovluqdan hara gəldi? Qrup 11 qovluğuna. Qalxdı, mühazirələr qovluğuna bir səviyyə aşağı düşərək daxil oldu. Deməli, qrup 11 qovluğunun içində bir mühazirələr adlı qovluq var imiş və biz düşmüşük onun içinə. Ya da tələbə düşüb, bilmirəm, istifadəçi düşüb və onun içindəki giriş faylını silir. Deməli, mühazirənin içində hansı fayl var imiş? Giriş.docx. İndi mənə deyir ki, silinən faylın tam adı necədir?
D. Dərs üçün materiallar. Zaten bu ardıcıllıq olduğu kimi qalmalıdır. D. Dərs üçün materiallar olmayan variantları silirəm. Məsələn, C-ni atıram. Sonra hansı qovluq gəlməlidir? Qrup 11 qovluğu. Qrup 11 gəlməyən B variantıdır, D variantıdır, E variantıdır. Qrup 11-in içində də mühazirələr qovluğu olmalıdır. İçində də giriş nöqtə, doc file. Bəli, A variantı tamamilə doğrudur. Bilirsiniz də, yenə deyirəm, bir səviyyə yuxarı qalxmaq özündən əvvəlki qovluğun daxilinə keçməkdir. 2 səviyyə desəydi, hara gələcəkdim? Dərs üçün materiallar. Tamam. Baxıram növbəti suala. 41-ci sualda deyir ki, elektron cədvəldə xanalara hansı formatlaşdırma əməliyyatını tətbiq etmək mümkün deyil. Xananın formatını, enini, hündürlüyünü dəyişdirə bilərsiniz. Əlbəttə ki, dəyişə bilərsiniz. Elə bunu home tabından edə bilərsiniz. Az edə bildiyim üçün silirəm, çünki mümkün olmayanlar istəyir. Xananın fonunu rənglə doldurmaq əlbəttə ki, mümkündür. B-ni də atıram. Sərhədlərini rəngləmək təbii ki, var. Xananı iki yerə bölmək, bu yoxdur. Yoldaşlar, biz Word-də hər hansı bir cədvəlimiz var idisə, cədvəldə hər hansı bir xananı iki yerə bölə bilərdik, xanaları birləşdirə bilərdik. Excel-də isə xananı bölmə yanlışı yoxdur. Xananı birləşdirmək var, yəni merge edə bilərsiniz. Amma burada split əmri yoxdur. Sadəcə birləşdirdiyiniz xanaları ləğv edə bilərsiniz. Amma xananı iki yerə bölmə yanlışı yoxdur. Xananın içinə qrafik, şəkil, obyekt daxil etmək yoxdur. Mətn düzləndirmək, formatlaşdırmaq əlbəttə ki, var. Keçirəm 42-ci suala. Sərlövhə nədir? Yoldaşlar, sərlövhə bunu mənim də bir çox tələbələrim yadda saxlaya bilmir. Bugün də sınaq imtahanından, yəni quizdən çıxanda da tələbələrin danışığını eşidəndə gördüm ki, bəzi tələbələr də yadda saxlaya bilmirlər. Sərlövhə deyəndə header və footer nəzərdə tutur. Sərlövhə ya da kolon, titul. Yəni hər üç formada görə bilərsiniz. Sərlövhə, yəni header, footer, kolon, titul səhifənin yuxarı ya da aşağı hissəsində yerləşir. Təbii ki, header adı üzərində yuxarı hissədir. Footer isə aşağı hissədir və biz bu məsafələri təyin eləyərək bu boş hissədə hər hansı bir qeydlər, məlumatlar yaza bilərik və bilirik ki, həmin məlumatlar hər səhifədə təkrarlanır. Paralel olaraq xatırlatmaq istəyirəm ki, siz header footer əlavə etdiyiniz zaman tək və cüt səhifədəki header footeri ya da birinci səhifədəki header footeri digərindən fərqləndirə bilərsiniz və header footerə əlavə edəcəyiniz obyektlərin siyahısı isə burada sizin üçün qeyd edilib. İndi yoldaşlar, qayıdıram sualıma. Deyir ki, səhifənin aşağısında ayrılan sahədə yerləşdirilən kiçik şriftlə yazılan mətin burada çox mənasız bir xırdalıq verir. Səhifənin aşağı hissəsində ayrılan sahədə yerləşdirilən mətin desə daha doğru olar, amma kiçik şriftlərlə niyə? İstədiyiniz ölçüdə təyin edə bilərsiniz. Yəni normal ölçüdə təyin edə bilərsiniz. Aşağı ya da yuxarı hissəsində səhifə parametrinə uyğun olaraq ayrılan sahədə yerləşdirilən mətin. Bu doğrudur. Amma burada yazsaydı ki, yalnız mətin yerləşdirmək olur, avtomatik olaraq səhv olardı. Çünki belə deyil. Obyekt yerləşdirə bilərəm, şəkil yerləşdirə bilərəm, yəni. Cavabımız B-dir, amma digər variantları oxuyuram. Sənətdəki məlumatın mənbəyini göstərmək üçün xeyr. Sənətdəki qrafik obyekti adlandırmaq üçün xeyr. Ayrılan sahədə yerləşdirilən kiçik şriftlə yazılan mətin, səhv eləmirəmsə elə A variantı ilə. Bir dənə birində səhifənin aşağısı yazılıb, birində sənədin axırı yazılıb. Hər ikisi də təbii ki, səhvdir. Gəlirəm yoldaşlar növbəti sualımıza. Növbəti sualımız Excel ilə bağlı bir sualdır. Gəlin baxaq. Bircə saniyə üzr istəyirəm. Gəlin bunu da mən Word-dən sizə göstərim. Çünki burada da testlər fərqli sütunlardadır. Aha. Gəlin bu hissəni kəsim sizin üçün. Baxaq. Deməli 43-cü sualda bizə deyir ki, miqyası biraz sizin üçün artırıram. Deməli 43-cü sualda mənə deyir ki, elektron cədvəl fraqmentində A2-S2 diapazonu əsasında qurulan diaqramı müəyyən edin. A2-S2 diapazonu bilirsiniz ki, bu buradan, gəlin daha səliqəli çəkim, buradan bura qədər olan hissəni, yəni A2, B2, S2 xanalarını əhatə edir. Əvvəlcə gəlin bu xanaları sizlə bir yerdə hesablayaq. Çətin heç nə yoxdur. Birinci baxıram A2 xanasına. A2 xanasında belə bir düstur var ki, A1 vur B1. Ulduz bilirsiniz vurmanı göstər. A1-də 5 yazılıb.
B1-də isə 16 yazılıb. Yəni 5 vurulsun 16, üstə gəl, S1 vur 1,5. S1-də isə 30 yazılıb. 30 vurulsun 1,5. Bunu hesablasam, 5-i 16-ya vursam 80, 1,5-i də 30-a vursam 45, bu olacaq 125. İndi baxıram B2 xanasına. B2 xanasında product funksiyası var. Product hasildir. A1 vurulsun S1 bölünsün 2 deməkdir. Vergüllə ayrıldığı üçün diapazon yox, ayrı-ayrı xanalardan söhbət gedir. Qoşu nöqtə olsaydı 16-nı da nəzərə alacaqdım. Yəni B1 xanasını da. 5 vurulsun 30 bölünsün 2. Bu da elədi 75. Baxıram S2 xanasına. A1 vur B1, yəni 5 vur 16, çıx 30. 5 16-ya vursaq 80, 30-da çıxsaq 50. Tapıram ki, 125, 75, 50 ədədlərini alaram. Yoldaşlar, bu ədədlərin nisbəti hamısı 25-ə ixtisar gedir də. 125-i 5-ə, 125-i ixtisar eləsəm 5, 75-i 25-ə ixtisar eləsəm 3, 25-i də 5-ə ixtisar eləsəm 2. Yəni, bu ədədlər 5, 3, 2 nisbətindədir. Təbii ki, uyğun olaraq da faizləri 50%, 30%, 20% olmalıdır. Bunun başqa cür necə bu qənaətə gələ bilərəm? Görürsünüz, burada bir ədədimdən biri 75-dir, digəri 50-dir. Toplayanda neçə eləyəcək? 125. Deməli, faiz olaraq da bunların göstəricisi digərinin, yəni faiz göstəriciləri cəmi digərinin faizinə bərabərdir. Deməli, 125-i ifadə edən faiz 50%-dir. 75-i ifadə edən faiz 30%-dir, 50-ni ifadə edən faiz göstəricim isə 20-dir. Və bilirəm ki, diapazondakı xanaların saat əqrəbi istiqamətində ardıcıllığına uyğun olaraq diaqram qurulmalıdır. Yəni, ardıcıllığım belə olmalıdır. 125, sonra 75, sonra 50. Faizlə nəzərdə tutursunuzsa 50% gəlməlidir, sonra 30% gəlməlidir, sonra isə 20% gəlməlidir. Ardıcıllığa baxıram, burada ümumiyyətlə faizlər uyğun deyil. Bu variantı atıram, bu variantı da atıram, bu variantı atıram. D ya da Y variantı doğru cavabım ola bilər. Çünki faiz olaraq, bircə saniyə, çünki faiz olaraq uyğun gələn, faiz olaraq uyğun gələn tək variantlar olardı. Baxıram indi D və Y variantlarına. Buradakı bu xətlər biraz əvvəl apardığım qeydlərdir. Əsas ki, aşağı düşdüm, başa düşdünüz ki, onlar niyə olmaz. Baxıram cavabım niyə D yox, Y variantıdır. Faiz olaraq 50, 30, 20 ardıcıllığı gəlməlidir. Burada isə 50 gəlib, saat əqrəbi istiqamətinə 20 gəlib, sonra 30 gəlib. Yoldaşlar, ədəd olaraq 125, 75, 50 gəlirsə, faizləri də uyğun olaraq 50, 30, 20-dirsə, cavabınız ardıcıllıq olaraq belə ola bilər. 50, 30, 20, 20, 50, 30, 30, 20, 50. Aydındır saat əqrəbi. Baxın, 50, 30, 20 ya da 20, 50, 30. Aydındır saat əqrəbi istiqamətində də faizlərim uyğun gəlir, saat əqrəbi istiqamətində də düzülüb, Y variantında. Ona görə burada cavabım həqiqətən D yox, Y variantı olmalıdır. Gəlirəm 44-cü suala. 44-cü sualda deyir ki, interfeys növlərinə aid olmayanları seçin. PDF-dən elə baxaq, daha rahat olsun. Aha, deyir ki, interfeys növlərinə aid olmayanları seçin. Yoldaşlar, bizim ümumiyyətlə interfeys növlərimiz, bilirsiniz ki, proqram interfeysi öyrənmişik biz sizlə. Və istifadəçi interfeysi. Bunların adlarını çəkmişik, düzdür? Yəni, bircə saniyə, 4-ün adını çəkmişik, 6-ın adını çəkmişik. 4-ün 6-ını silirəm. Zaten cavabım qalır 1, 3, 5. Əmr interfeysi özü istifadəçi interfeysinin bir növüdür. Qrafiki, qeyri-qrafiki, əmrli ya da mətinli və obyekt yönlü olaraq adlandırırıq. Burada cavabımız C variantı olacaq. Gəlirəm 45-ci suala. Deyir ki, bu hissəni silim. Deməli, 45-də deyir ki, elektron təqdimat proqramında hansı əmr ilə müəyyən intervaldakı slaydları nümayiş etdirmək olar? Hide slide adı üzərində slaydı gizlətməkdir. Slide sorter görünüş rejimlərimizdən biridir və bu rejimdə slaydların ardıcıllığını rahat formada dəyişə bilərik. Rejimin digər xüsusiyyəti isə bu rejimdə miqyasın 20-200% arasında dəyişməsidir. Yəni 10-400 yox, 20-200%. Rehearse timing zaman parametrini avtomatik nizamlamaq üçündür. Nümayişə sərf olunacaq zamanı hər bir slayd üçün. Setup slide show, bəli, tamamilə doğru cavabdır. İndi göstərəcəm. From current slide isə cari slayddan nümayişə başlamaq əmridir. Bu da doğru cavab deyil.
İndi yoldaşlar gəlirəm. D variantının doğru olduğunu sizə göstərmək istəyirəm. Setup slideshow əmri vasitəsilə biz söhbət gedən işi yerinə yetirə bilərik. Burada bizim slideshow deyilən bir tabımız var və Setup slideshow əmrinə kliklədiyim zaman nümayişlə bağlı bir çox parametri tənzimləyə bilərəm. Burada show slide əmri var. All yazılıb, yəni bütün slaydları göstərmək. From to əmri var. Yəni 1-dən 5-ə qədər, 1-dən 10-a qədər. Niyə indi məndə 1 to 1 yazılıb? Çünki məndə zaten bir dənə slayd var, amma slaydlarım artırsaz 1-dən 5-ə qədər, 2-dən 10-a qədər, 40-dan 43-ə qədər istənilən slayd ardıcıllığını, intervalı gəlib seçib nümayiş etdirə bilərsiniz. Custom show isə sadəcə seçilən öncədən custom show yaradırsınız ki, məsələn, mənim 20 slaydım var, sadəcə seçdiklərim nümayiş olunsun. Gəlib buradan uyğun olaraq custom show-nu seçəndə sadəcə həmin slaydlar nümayiş etdiriləcək. Baxıram 46-cı suala. Doğru mülahizələri müəyyən edin. Yoldaşlar, adətən 90-95% deyə bilərik ki, 6 cümlə varsa seçimlər arasında, onun adətən 3-ü düzdür, 3-ü səhvdir, 4 cümlədirsə, 2-si düzdür, 2-si səhvdir, 5 cümlədə isə hər cür versiya ilə qarşılaşa bilərsiniz. 2 də olar, 3 də olar. Baxıram 1-ə, deyir ki, Usenet internet şəbəkəsindən qoşulan digər kompüterə daxil olmaq üçün istifadə olunur. Usenet xəbər telekonferensiya xidmətidir. Təbii ki, bir doğru deyil. Hipermedia qrafik, audio, video istinadlarla təmin edilən informasiya strukturudur. Bəli. Yandex məşhur ingilis dilli axtarış sistemidir. Yandex axtarış sistemidir, amma ingilis dilli yox, rus dillidir. Buna görə 3 səhvdir. Yahoo axtarış sistemlərindən biridir. Bəli, tamamilə doğrudur. Outlook qlobal şəbəkədə veb səhifələrə baxış üçündür. Yəni, browser nəzərdə tutulursa Outlook browser deyil. Outlook, yoldaşlar, elektron poçt xidmətidir. Doğru cavabımız 2 və 4. Gəlirəm 47-ci suala. 47-ci sualda deyir ki, cədvəl fraqmentinə əsasən səyyahlı xanasının qiymətini müəyyən edin. Baxıram ki, səyyahlı xanasında belə bir count funksiyası var. B2, D5, arada qoşu nöqtə var. Deməli, söhbət diapazondan gedir. Ümumiyyətlə, B2 buradadır, D5 isə buradadır. Yəni, buradan bura qədər çərçivəyə aldığım bütün xanalar səliqəsiz oldu, üzrlə hesab edin. Buradan bura qədər daxil olan bütün xanalardan söhbət gedir. Əgər qoşu nöqtə olmasaydı, vergül ya da nöqtə vergül olsaydı, sadəcə B2-ni və D5-i götürəcəkdi. Sadəcə 2 xanadan söhbət gedəcəkdi. Yoldaşlar, count yadınıza salmaq istəyirəm ki, ədədləri sayır. Count zaten saymaq deməkdir. Nəyi sayır? Ədədləri. Növbəti count A. Count A dolu xanaları sayır. Count blank, sizin üçün xatırlatma eləyim, boş xanaları sayır. Count if, şərti ödəyən xanaları sayacaq. Şərti ödəyənlər. İndi məndə sadəcə count yazılıb, deməli ədədlərdən söhbət gedir. Bu diapazonda ədəd budur, aşikardır. Budur, budur, budur və budur. MP aydındır ki, mətindir, ədəd deyil və xana daxilində ədəd dırnaqda yazılıbsa, dırnaqda 7, dırnaqda 3. Avtomatik olaraq Excel onu mətin kimi qəbul edir. Bunu sizinlə razılaşmışıq. 1, 2, 3, 4, 5. Deməli, cavabım olacaq 5. Gəlirəm 48-ci suala. 48-ci sualda deyir ki, doğru mülahizələri müəyyən edin. Söhbət gedir PowerPoint-dən. Deyir ki, bir slayda bir keçid effekti vermək mümkün. Bir neçə keçid effekti vermək mümkündür. Qətiyyən səhvdir. Hər slayda sadəcə bir keçid effekti vermək olar. Slaydın içindəki obyektdə isə istədiyiniz qədər effekt verə bilərsiniz. Yəni, animasiya effekti verə bilərsiniz. Nümayiş zamanı flowmasterlə daxil edilən məlumatları, daxil edənləri çap etmək mümkün deyil. Səhvdir, çap etmək olur. Slayda verilən keçid effektinə ön baxışı həyata keçirmək üçün vəziyyət sətrində ayrıca bir düymə nəzərdə tutulmayıb. Bəli, tamamilə doğrudur. Göstərəcəm bunları. Slayd mətnlərdəki simvollar arası məsafəni dəyişmək üçün hər hansı bir əmr yoxdur. Əlbəttə ki, var. Təqdimata yeni slayd home tabından əlavə etmək mümkündür. Bəli, yeni slaydı home-dan da əlavə edə bilərsiniz. Yeni slaydı insert-dən də əlavə edə bilərsiniz. Slayd üzərində enter düyməsi vuraraq da əlavə edə bilərsiniz. Və Ctrl M düyməsi ilə də əlavə edə bilərsiniz. 5 də düzdür. Slayda fərqli sərlövhə, yəni fərqli header footer vermək olar. Tamamilə doğrudur. Cavabımız 3, 5, 6-dır. Say olaraq doğru fikirləri istəsəydi, cavabımız olacaqdı 3. Burada isə hansı deyir? Gəlin indi bunun doğruluğuna baxaq.
Deməli, yoldaşlar, PowerPoint açıq idi bizdə zaten. Birinci ilə vəziyyət sətrindən gedək. Deyir ki, vəziyyət sətrində slayda verilən keçid effekti üçün ön baxış üçün bir düymə yoxdur. Bəli, burada 3 dənə görünüş rejimi var. Normaldır, slide sorterdir və reading view-dur. Bu isə slaydla tətbiq elədiyiniz, yəni slayda ön baxışı həyata keçirtmə yox. Ümumiyyətlə, slaydı nümayiş üçün nəzərdə tutulub. Baxın, slide show yazılıb. İkinci, slaydlardakı mətnlər arası simvol təyin etmək üçün bir əmr yoxdur deyir. Əlbəttə ki, var. Sonra burada bizə verilən doğru fikirlərdən, yeni slayd əlavə etmək, bəli, yeni slayd home tabında slides qrupundan və yaxud da insert tabındakı slides qrupundan əlavə etmək mümkündür. Enter düyməsinə basaraq ya da Ctrl-M düyməsinə basaraq da əlavə edə bilərsiniz. Sizin üçün də bir xatırlatma etmək istəyirəm ki, paralel olaraq bununla gəlin bunu ona kimi kəsim. Slaydın duplikatını, yəni kopyasını, eynisini yaratmaq üçün slaydı seçib, klaviaturadan Ctrl-D düyməsini basaraq asanlıqla onun duplikatını yarada bilərsiniz. Nəhayət, son iki sualımız qaldı. Gəlin hər birinə baxaq. Birinci yoldaşlar, 49-cu sualı izah edirəm. 49-da deyir ki, 8 üstü 6 onluq ədədinin 16-lıq sayı sistemindəki təsvirinin ilk rəqəmi ilə bu ikili ədədinin cəmini tapın və alınan nəticəni onluq sayı sistemində ifadə edin. Birinci yoldaşlar, mənə verilən ədəd 8 üstü 6-dır. Bu ədədi biraz bizim öyrəşdiyimiz bir struktura gətirsəm, 8-i 2-nin kubu şəklində yazaram. Onun da qüvvətində 6. Qüvvət üstü qüvvət olduğu üçün 3-ü vuracam 6-ya, yəni toplamırıq burada. Olur 18, yəni 218. Söhbət gedir bu ədəddən. Deyir ki, bu ədədi 16-lıq sayı sistemindəki təsvir etsəm, ilk rəqəmi nə olur? Əvvəlcə bunu tapmalıyıq. Onluq sayı sistemində bir ədəddir və siz bilirsiniz ki, onluq ədədi 16-lıq sayı sisteminə keçmək üçün 16-ya bölməliyik. Bu bizim üsullarımızdan biridir. İkinci başqa bir üsul, siz bilirsiniz ki, bir ədəd onluq sayı sistemində 2 üstü n şəklindədirsə, onun ikili yazılışında bir dənə 1, n dənə isə 0 olur. İndi mənim ədədim 218 şəklindədir. Deməli, onu ikili sayı sistemində yazsam, bir dənə 1, 18 dənə də 0 yazacağım. Ədədi ikili sayı sistemində yazdım. 2-dən 16-lığa çox rahatlıqla keçə bilərəm. Qaydam budur, yoldaşlar. 8, 4, 2, 1 qaydası. Qaydamız necə işləyir? İkili sayı sistemində verilən ədədi 16-lıq sayı sisteminə keçirtmək üçün rəqəmlərini sağdan sola doğru 4-4 ayırıram. Burada mən tam yazmasam da 18 dənə 0 var. İkisi buradadır, 16 isə buradadır. Deməli, yoldaşlar, 4-4 ayırsam, 16 4-ü tam bölündüyü üçün bura qədər bütün sıfırlar 4-4 ayrılacaq. 16 dənə 0 da mənə 4 dənə 0 verəcək. Sonda isə qalacaq 3 dənə rəqəm, yəni sonuncu 4-dən budur. 4-lüyə tamamlanmadığı üçün xatırlayırsınızsa ədədin əvvəlinə 0 yaza bilirdik. Üstünə də yazıram 8, 4, 2, 1. Sıfırlar lazım deyil. Deməli, birinci rəqəmim nə olacaq? 1-in üzərindəki, yəni 4. Digər rəqəmlərim isə olacaq 0. Yəni, bu ədəd 16-lıqda bu formada olacaq. 4, 0, 0, 0, 0. Ədədin birinci rəqəmini tapdıq. Bu oldu 4. İndi bu ədədi onluq sayı sisteminə keçirtməliyəm. Bilirsiniz ki, digər bütün sayı sistemlərindən onluq sayı sisteminə keçmək üçün əvvəlcə ədədin rəqəmlərini sağdan sola doğru sıfırdan başlayaraq nömrələyirəm. 5 rəqəmli ədədidir, nömrələməm 4-də bitdi. Niyə? Çünki nömrələməyə sıfırdan başlamışam. Yoldaşlar, soldan başlasaz cavab səhvdir. Sağdan başladınız, amma sıfırdan yox, birdən nömrələdiniz, avtomatik olaraq cavab səhvdir. Yazıram, ədədin birinci rəqəmi vurulsun indeksdəki rəqəm, 1-in üzərindəki 4-ü də yazıram 2-nin üstündə. Bu 1 budur, bu 2 budur, bu 4 isə budur. Üstə gəl, 0 yazmıram, çünki 0 vurulsun, nə olsa mənə 0 verəcək. Növbəti rəqəmi yazıram 1. 1 vurulsun, indeksdəki rəqəm 2. 1-in üstündəki 2-ni də yazıram burada. Aşağıdan yazıram, üstə gəl, digər 1. Vurulsun, indeksdəki 2. 1-in üstündəki 1-i yazıram 2-nin üstündə. Nəhayət, axırıncı 1 vurulsun, 2 üstü 0. Bunu sadələşdirirəm. 2 üstü 4, 16. 2 üstü 2, 4. 2 üstü 1, 2. 2 üstü 0, 1. 1 də 1-ə vursam 1. Sadələşdirsəm 20, 22, 20, 22 və 23. Tapdım ki, onluq sayı sistemində bu ədəd 23 imiş. İndi mənə deyirdi ki, 16-lıq sayı sistemindəki ədədin birinci rəqəmi ilə onluq sayı sistemi, bu ədədin onluq qarşılığının cəmini tap. Bu da mənə verdi 27. Gəlirəm nəhayət sonuncu sualımıza. Sonuncu sualımız uyğunluq sualıdır.
Burada Excel 2019 səhv düşüb, buna fikir verməyin. Deyək ki, uyğunluğu müəyyən eləyin. RAM, ROM və KMOS yaddaşdan bəhs eləyir. Test proqramlarını yadda saxlayır. Yoldaşlar, bu daimi yaddaşın funksiyasıdır ki, test proqramlarını yadda saxlasın. Çünki hər dəfə kompüter elektrik cərəyanına qoşulan kimi test proqramları icra olunmalıdır. Ona görə daimi yaddaşda yerləşir. Konfiqurasiyanı yadda saxlayır. Bu KMOS yaddaşın işidir. Aiddir B-yə. BIOS proqramı yadda saxlayır. BIOS proqramı da test proqramı hesab olunur. Ona görə düşünmədən deyirəm ki, bu da C-dədir. Bayaq bu haqda danışmışdıq. Emal olunan informasiyanı ya da emal olunan proqramı müvəqqəti yadda saxlayan yaddaş qurğumuz RAM yaddaşdır. Vaxt və tarixi yadda saxlayır. Bu isə KMOS-un funksiyasıdır. Ona görə olacaq uyğunluğumuz bu şəkildə. RAM-ın açılışı yazmaq istəyirəm ki, random access memory. KMOS-un, ROM-un açılışı isə read only memory. Yəni, ancaq yaddaşdakı informasiyanı oxuyur və sadəcə müvəqqəti olan informasiyanı yadda saxlayan qurğumuz. Yoldaşlar, bununla da sizə bütün sualları izah elədim. Ümid edirəm ki, hər şey aydındır. Bilirsiniz ki, bizim artıq təkrar dərslərimiz başlayır. Düzdür, siz bu videoyu yəqin ki 12 yanvar tarixindən etibarən baxacaqsınız, amma mən siz ilə ayın 11-i video çəkmişəm. Ona görə demək istəyirəm ki, sabahdan təkrar dərslərimiz başlayır. Hər birinizə təkrar dərslərdə, ümumiyyətlə qəbul imtahanında və semestr imtahanlarınızda uğurlar arzu edirəm. Təkrar dərslər sizin üçün çox vacibdir. Həqiqətən balınızı kifayət qədər yaxşı yerlərə gətirə bilərsiniz. Ona görə xahiş edirəm, həm mənim tələbələrim olsun, istər digər tələbələr olsun, mütləq təkrar dərslərimizdə iştirak edin. Hər birinizə uğurlar, görüşərik, sağ olun.